xeyli insanlar gəlirlər həmi zəli müalicəsinə. Çünki zəli həyatdır, zəli qanı duruldur. Bu gün insanların xeyli hissəsinin ölümünə və yaxud da ki, əlil olmasına səbəb ürək-damar sistemi xəstəlikləridir. Qan qatılaşır, tromb əmələ gəlir, infarkt verir, insult verir. Ya öldürür, ya şikəst edir. Zəli qoyduranda 6 ay təminat verir ki, insult olanmaz, tromb ola bilməz, tromb olmursa infarkt ola bilməz və insanlar rahat şəkildə həm yuxusu dərinləşir, həm iş qabiliyyəti artır, həm təhlükəsiz həyat yaşayır. Bundan başqa da xeyli adamların varikoz damar xəstəliyi var ayağında, ayağında şişkinlik olur, tez yorulur, ağrı verir. Xeyli insanların babasil xəstəliyi var, o da düz bağırsaqda olan və düz bağırsaq ağzında olan o babasil düyünlərdə varikoz damarın genişlənməsidir. Onların hər birində də zəli ilə müalicə möhtəşəmdir, möcüzəvidir. Və bir də təbii ki, qan təzyiqində heç əvəzsizdir. Qan təzyiqində səssiz ölüm deyilən bir şeyi aradan qaldırır. Zəli qoyduranda, hətta aparat göstərməsə belə qan təzyiqində, orada dediyimiz ağırlaşmalar əmələ gəlmir, qoymur. Elə dünən də bugün də xeyli xəstələrimiz zəli ilə müraciət edənlər ki, biz yazdı, gəlmişik qanımızda. Bir də təbii ki, üz dərisini gözəlləşdirmək istəyənlər, onu xüsusi nöqtələrə qoyanda zəlini dəri dartılır. Ondan başqa üzündə ləkə olan adamlar, səpkilər olan adamlar. Bir gün gözəl bir qızımız gəlmişdi, 22 yaşında. Yüzündə səpkilər var, ona əlaqədar gəlmişdi və təbii ki, bu gündən də müalicəsini başladıq. Yəni, insanlarımız, xüsusilə də gənclərdə elə gənc olsun, yaşlı olsun, hamı istəyər ki, üz gözəlliyinə malik olsun. Çünki ilk insanın gözünə dəyən qarşısındakı adamın üzüdür, üzünün dərisidir, gözüdür və onu da gözəlləşdirmək üçün dediyimiz kimi həm belə antagenik kremimiz var, möcüzəvi şəkildə üz dərisini ağardır, qırışları götürür. Həm də zəli möhtəşəm effekt verir və ondan başqa təbii ki, müxtəlif maskalardan, təbii maskalardan da istifadə edirik.